Hidayət salam. Salam. Sonsuzluqda səbəbkar, belə deyək, dırnaq arası günahkar kimdir? Kişi yoxsa qadın? Sonsuzluqda səbəbkar axtarılmalıdır. Sonsuzluqda heç kimin günahı yoxdur. Sonsuzluq ailə problemidir. Və sonsuzluğun yaranmasında problemin kökü araşdırılmalıdır. Və biləsiniz də, yəni tutaq ki, əgər kişidə problem varsa, bu qadında problem olması demək deyil. Və yaxud da qadında problem varsa, bu kişiyə problem olması demək deyil. Ona görə də bu məsələyə ailə kontekstində yanaşılmalıdır və problemin kökü orada araşdırılmalıdır. Doktor, ümumiyyətlə sonsuzluqla rastlaşan ailə nə etməli, nə kimi addım atmalıdır? Ümumiyyətlə, sonsuzluqla rastlaşan ailəm ilk növbədə lazımi səviyyədə bu işlə başa çıxan mütəxəssis yanaşmalıdır. Və bunu hansısa bir falçıya yedim, hansısa bir diftər sürüsündən nə isə yedim, başqa bir bu formada bu işi uzatmaq lazım deyil. Və bəzi vaxt insanların deyirlər, həm uşağı əyilib, bunu çəkir edir, bunun düzəlməsi necə mümkün deyil? Mümkün deyil axı. Ona görə də bu məsələnin kökü araşdırılmalıdır. Həkim tərəfindən, yəni bunu izah eləməlidir. Komanda şəklində həkimlər androloqla bərabər ginekolog burada mütləq işləməlidir və bu problemin kökünü araşdırıb, o vaxtında qısa müddət əlində arada qalınmalıdır. Yaxşı doktor, bəs sonsuzluğun aradan qaldırılması üçün atılan addımlar müddət olaraq bu nə qədər vaxt alır? Çünki ailələr var ki, illərdir müalicə alırlar, amma nəticə yoxdur. İllərlə müalicə almanın heç bir mənası yoxdur. Çünki burada tutaq ki, spermatozoidin yaranmasına 75-90 gün vaxt lazımdır. Yəni maksimum 3 ay. Yəni kişidə olan problemin arada qalxması üçün 3 ay vaxt bəs edir. Eyni zamanda yəni xanımlarda bu problemin arada qalxması üçün hormonla bağlı varsa 3-6 aydan, maksimum 9 aydan problem yəni araşdırılmalıdır. Əgər arada qalxmırsa artıq bu başqa istiqamətə yönəlməlidir. Ona görə də bu məsələnin kökündə, yəni uzatmağın, vaxt almaqla və bu vaxtı almaqla xəstələrin vaxtında olmaq heç bir mənası yoxdur. Psixoloji təzyiq nə dərəcədədir? O bir söz var ya, bir şey var. Yəni bu sualın özünün verilməsi nə dərəcədə o vəziyyəti gərginləşdirir? Kənardan aparılan bütün müdaxilələr, deyilən hər bir ehtiyatsız söz, eyni zamanda bir nəfəri, yəni o zəif nöqtə yerinə qoyub, onun üzərinə hücum çəkmək, bu problemin həllinə yox, bunu daha da dərinləşməsinə kömək edən məsələlərdəndir. Niyə görə? Həmin insanda problemin üzərində əlavə olaraq psixoloji yük verilmelidir. Ona görə də mən həmişə, yəni xəstələrimə deyirəm ki, heç vaxt bu məsələni kənardan müdaxiləsi imkan verməyin və mən özüm də imkanım daxilində hansı insanlar ki, buna kənar müdaxiləsi ola bilər, hansı hər birinin qarşısını alıram. Çünki bu məsələ sakitçilik məsələsidir, sakit beyinlə həll olması məsələdir. Burada gərginlik yaratmağa ehtiyac yoxdur. Eyni zamanda həyəcanlanmağa, həyəcan keçirməyə də ehtiyac yoxdur. Çünki həyəcanlanmağa özü belə hətta düşüncəlidir. Kişilərdən əgər aydın olur ki, bunun müayinə nəticəsində səbəb kişidədir. Bu an kişi nə addım atmalıdır? Kişi müalicə olmalıdır. Onun yerdə səbəb arada qaldırmalıdır. Yəni səbəblərdə gedir. Burada infeksiyon səbəblə bağlı problem varsa, bu vaxtında həll olunmalıdır. Varkasiyonla bağlı problem yaşarsa, həll olunmalıdır. İmmunoloji bir problem varsa, həllini tapmalıdır. Eyni zamanda kişilərdə genetik bir problem yaşarsa, bu genetik problemin səbəbi tapılmalıdır və onun da sonra müalicə aparılmalıdır. Yəni səbəbə uyğun müalicə aparılmalıdır. Və doktor, son olaraq belə bir statistik bir sual vermək istəyirəm. Karyeranız ərzində siz rastlaşdığınız sonsuzluqları neçə faizi tam olan müalicə olunur? Mən belə bilirəm ki, mənim müalicə etdiyim xəstələrin böyük əksəriyyəti, böyük çoxunluğu, yəni öz arzusuna çata bilir. Burada yəni mənim istəyim, eyni zamanda mənim xəstələrimin istək və arzusu mühüm rol oynayır. Çünki biz məqsədimiz bir o, xəstəliyi aradan qaldırmaq. Buradan başqa bir, yəni çişin məqsədimiz olmayıb və inanıram ki, yəni mən bu vaxta qədər müalicə etdiyim xəstələrimlə hələ ki alınıb görməmişəm. Ola bilsin, 1 nəfər, 2 nəfər, 5 nəfər, 10 nəfər, yəni arzusuna çata bilmir. Bu da əvvəldən mən başa salmışam ki, burada problemin kökü çox dərindədir. Burada məsələn hipoqanadizm var, spermatozoid bilmətçə yoxdur. Yəni doğrudan da bunun həll olması mümkün məsələ deyil və onların öz taleyinə bıraxmışam. Niyə görə? Onlar öz qərar verməli ki, donor spermatozoid süni müayinəyə getməyə ehtiyac bilirlər, yoxsa bilirlər. O artıq o xəstələrin öz seçimidir. Yəni xəstələrin öz seçimindən əlavə. Mən dediyim sözün hər birinin arxasındayam və xəstələrin heç vaxtı yarıda bıraxmıram. Free audio post production by alphonic.com